var, Pərviz var, Samir var, Seymur var. Bunlar bizim qrupumuzda olan şəxslərdir. İndi qrupa kimisə əlavə eləmək. Düzdürmü? Əla, çox super. İndi bayaq yazdığımız o funksiya 2. İndi əlavə eləyək Abbası. Bir dənə də 2-ni yazaq, başqa birini əlavə eləyək. Zaravı da birini əlavə eləyək. İndi biri basaq. Qrupda kimlər var? Əziz var, Pərviz var, Samir var, Abbas var, Zar var. Düzdür? Mən indi istəyirəm ki, bu əlifba sırası ilə düzülsün bu sıra. Artıq sadə bir şey. 4-ü basaq. Qrupu sırala funksiyası. Yəni qrupu sıraları seçək. O da sırala funksiyasını çağırır və sırala funksiyasının içərisində işlər gedir. Baxa, fikir versən avtomatik olaraq 4-ü seçən kimi həm sıraladı, həm də gedib qrupu göstər funksiyasını çağırır. İndi 0 basıram, proqramdan çıxır. İndi baxaq. Göstər funksiyasında nə elədi bayaq? Göstərir, düzdür? Evet. Bayaq da göstərir. Eyni şəkildə də eyni məntiqlərlə. Sırala funksiyası, daha doğrusu sırala funksiyasından mən göstər funksiyasını mən birbaşa çağırmışam. Nə demək? Grup sort eləndə, nə baş verdi grup sort eləyəndə? Onu bize veriyor. Sıralıyor. Bəli, sıralayır. Bəs sıralayandan sonra nə edəcək? Gösterecek de ekran bekliyor. Bəli. Birbaşa mən kod yazmağa ehtiyac bilmirəm. Bayaq yazdığım funksiya var idi, hansı ki içində mən onu istifadə edirdim o funksiyanı ki, listin içindəkini ekranda göstərsin. Artıq Burada da gösteri yazdı ki Bəli. gösteri içindekileri. Bəli, artıq göstər nə edir? Əlavə olaraq bir çağırır, onun içərisindən əlavə edir. Yəni bu kodu daha təkrar yazmağa ehtiyac yox. Göstər deyən kimi hər funksiyanın içində də onu çağıra bilir. Yəni store'dan da çağıra bilərsiniz funksiyanı, daxildən də çağıra bilərsiniz. Yəni istədiyinizi eləyə bilərsiniz.